Salam əziz 3-cü sinif şagirdləri, yenidən 3-cü sinif riyaziyyat iş dəftəri səhifə 37 izahına baxırıq. İzaha keçməmişdən öncə onu deyim ki, izahlarımız sizin üçün yararlıdırsa kanala abunə olmağı unutmayın. 3 rəqəmli ədədlərin çıxılması, onluğun ayrılması. 534 çıxar 216. Burada yazırıq 534 çıxar 216. Deməli, 4-dən 6 çıxmaq olmur. 4-dən 6 çıxmaq üçün 3-dən 1 onluq götürürük. 4-ə veririk. Olur 14. 14-dən 6 çıxanda 8. Burada qaldı 2. 2-dən 1 çıxanda 1. 5-dən də 2 çıxanda 3. Həmin 2-ni buraya yaza bilərik. Sonra 350 çıxaq 138. 350 çıxaq 138. Deməli, 0-dan 8 çıxmaq olmur. 5-dən 1 onluq veririk. Olur 10. 10-dan 8 çıxanda 2. Burada qaldı 4. 4-dən 3 çıxanda 1. 3-dən də 1 çıxanda 2. Burada 625 çıxaq 207. 5-dən 7 çıxmaq olmur. 2-dən 1 onluq 5-ə veririk. Olur 15. 15-dən 7 çıxanda 8 edir. Burada qaldı 1. 1-i düşürürük. 6-dan da 2 çıxanda 4. 418. Fərqi tap. Deməli, 8-dən 9 çıxmaq olmur. Ona görə 1-dən 1 onluq götürüb veririk 8. Olur 18. 18-dən 9 çıxanda edir 9. Burada qaldı 0. 0-dan 0 çıxanda 0. 2-dən də 1 çıxanda 1. Sonra ikinci misalımıza baxırıq. 7-dən 8 çıxmaq olmur. 8-dən 1 onluq veririk. Olur 17. 17-dən 8 çıxanda 9 edir. Burada qaldı 7. 7-dən 6 çıxanda 1 edir. 8-dən də 1 çıxanda 7 edir. 1-dən 4 çıxmaq olmur. 5-dən 1 onluq veririk. 11-dən 4 çıxanda olur 7. Burada qaldı 4. 4-dən 4 çıxanda 0. 2-ni də düşürürük. Gəldik bura. 6-dan 7 çıxmaq olmur. 5-dən 1 onluq veririk. Olur 16. 16-dan 7 çıxanda 9 edir. Burada qaldı 4. 4-dən 2 çıxanda 2 edir. 6-dan da 4 çıxanda 2 edir. Gəldik bura. 4-dən 5 çıxmaq olmur. 5-dən 1 onluq veririk. Olur 14. 14-dən 5 çıxanda olur 9. Burada qalır 4 düşürürük. 8-i də düşürürük. 0-dan 5 çıxmaq olmur. 8-dən 1 onluq veririk. Olur 10. 10-dan 5 çıxanda 5 edir. Burada qaldı 7. 7-dən 5 çıxanda 2 edir. Bu 5-i də düşürürük. Burada 7-dən 9 çıxmaq olmur. 1-dən 1 onluq veririk. Olur 17-dən 9 çıxanda edir 8. Burada qaldı 0. 0-dan 0 çıxanda 0 edir. 9-dan 6 çıxanda 3 edir. 5-dən 8 çıxmaq olmur. Bu 5-dən 1 onluq veririk. Olur 15. 15-dən 8 çıxanda 7 edir. Burada qaldı 4. 4-dən 2 çıxanda 2. 4-dən 1 çıxanda 3. 7-dən 9 çıxmaq olmur. 8-dən 1 onluq veririk. 17-dən 9 çıxanda 8 edir. Burada qalır 7. 7-dən 6 çıxanda 1 edir. 6-dan 3 çıxanda 3 edir. 6-dan 7 çıxmaq olmur. 9-dan 1 onluq veririk. Olur 16. 16-dan 7 çıxanda 9 edir. Burada qaldı 8. 8-dən 8 çıxanda 0 edir. 4-ü düşürürük. Sonra 1-dən 5 çıxmaq olmur. 6-dan 1 onluq veririk. Olur 11. 11-dən 5 çıxanda 6 edir. Burada qaldı 5. 5-dən 1 çıxanda 4 edir. 9-dan 7 çıxanda 2 edir. 2-dən 6 çıxmaq olmur. 9-dan 1 onluq veririk. Olur 12. 12-dən 6 çıxanda edir 6. Burada qaldı 8. 8-dən 3 çıxanda 5. Bu 8-i də düşürürük. 6-dan 9 çıxmaq olmur. 1-dən 1 onluq veririk. Olur 16. 16-dan 9 çıxanda 7 edir. Burada qaldı 0. Düşürürük. 6-nı da düşürürük. 4-dən 6 çıxmaq olmur. Bu 4-dən 1 onluq veririk. Oldu 14-dən 6 çıxanda 8. Burada 3 qalıb. 3-dən 0 çıxanda 3 eləyir. 7-dən 2 çıxanda 5 edir. Gəldi 3-cü tapşırığa alt-alta yazmaqla fərqi tap. Yazırıq 571 çıxaq 36. 1-dən 6 çıxmaq olmur. 7-dən 1 onluq veririk. Olur 11. 11-dən 6 çıxanda 5 edir. Burada qaldı 6. 6-dan 3 çıxanda 3 edir. 5-i düşürürük. 535. 723 çıxaq 117.
3-dən 7 çıxmaq olmur. 2-dən 1 onluq veririk, olur 13. 13-dən 7 çıxanda 6 edir. Burada 1 qaldı. 1-dən 1 çıxanda 0 edir. 7-dən 1 çıxanda 6 edir. 486 çıxaq 59. 6-dan 9 çıxmaq olmur. 8-dən 1 onluq veririk. 16-dan 9 çıxanda 7 edir. Burada qaldı 7. 7-dən 5 çıxanda 2 edir. 4-ü düşürürük. Qaldı 542 çıxaq 18. 2-dən 8 çıxmaq olmur. 4-dən 1 onluq veririk. Olur 12. 12-dən 8 çıxanda 4 edir. Burada qaldı 3. 3-dən 1 çıxanda 2 edir. 5-i düşürürük. 890 çıxaq 542. 9-dan 1 onluq veririk. Olur 10. 10-dan 2 çıxanda 8. Burada qaldı 8. 8-dən 4 çıxanda 4 edir. 8-dən 5 çıxanda 3 edir. Keçdik 4-cü tapşırığımıza. Hesabla və müqayisə et. Yazırıq 550 çıxaq 104. 10-dan 5-dən 1 onluq veririk. Bu 0 olur 10. 10-dan 4 çıxanda 6 edir. Burada qaldı 4. 4-dən 0 çıxanda 4. 5-dən də 1 çıxanda 4. Bura oldu 446. İndi 324 üzərinə gəlirik 88. 4-ün üzərinə 8 gələndə 12 edir. 1 yadda. 2-nin üzərinə 8 gələndə 10. Bir də yadda 11. 1-i yazdıq. 1 yadda 3. Bir də yadda 4. 412. 412, 446. Hansı böyük oldu? Təbii ki, bu tərəf böyük oldu. İndi ikinciyə baxırıq. 340. Yox, əvvəlcə mötərizənin içini eləyirik, əziz şagirdlər. 12-nin üzərinə 14 gələndə 26 eləyir. 340-dan da nə edirik? 26-nı çıxırıq. 4-dən 1 onluq veririk. 10, 10-dan 6 çıxanda 4. Burada qaldı 3. 3-dən burada 3 qalır. 3-dən 2 çıxanda 1. Bu 3-ü də düşürürük. 314. Və burada da 314. Nə olur? Bərabər olur. Keçdik 3-cüyə. 654 çıxaq 437. Deməli, 4-dən 7 çıxmaq olmur. 5-dən 1 onluq veririk. 14-dən 7 çıxanda 7 edir. Burada qaldı 4. 4-dən 3 çıxanda 1 edir. 6-dan da 4 çıxanda 2 edir. 217-dən də çıxmalıyıq 115-i. 217 çıxaq 115. 7-dən 5 çıxanda 2 edir. 1-dən 1 0 edir. 2-dən 1 çıxanda 1. 102 edir. Burada da 10 vur 5, 50 var. Bura 102, bura 50. Hansı böyükdür? Təbii ki, 102 böyükdür. 5-ci tapşırığımıza baxırıq. Pozulmuş rəqəmləri bərpa et. Deməli, burada 5 çıxmadı. 5-dən 8 çıxmaq olmur. Təbii ki, 7-dən 1 onluq verib. 15-dən 8 çıxanda 7, burada qalıb 6. 6-dan 5 çıxanda 1. Burada da neçə olmalıdır? 7 olmalıdır ki, 7-dən 4 çıxanda 3 etsin. Yenə eynidir. Neçədən 5 çıxsa 8 edər. Bunu tapmaq üçün 8-in üzərinə 5-i gələ də bilərik. Burada 3 olur, 13. Daha sonra burada 12-dən 6 çıxıb 6 qalıb, 1 onluq verib. Həmçinin də 3 çıxıb 2 qalıb. Deməli, burada 5 qalıb ki, 5-dən 3 çıxanda 2 edir. Həmçinin də 1 onluq buna verdiyinə görə, deməli, bura nədir? 6-dır. 11-dən 4 çıxıb 7 qalıb. Bura 7 olmalıdır, əziz şagirdlər. 7-dən 1 onluq verib 11 olub. 11-dən 4 çıxanda 7. Burada olur 6. 6-dan da 4 çıxanda 2. Burada da neçə? 5. 10-dan 2 çıxanda 8. Burada qaldı 3. 3-dən 3 çıxanda 0. Burada da olur 3. 4-dən 3 çıxanda 1. Burada 13-dən 1 onluq veririk. 13-dən 6 çıxanda edir 7. Burada qaldı 8. 8-dən 1 çıxanda 7. Burada da olmalıdır 6. 6-dan da 1 çıxanda 5. 6-cı məsələmizə baxırıq. Evdən marketə qədər məsafə 545-dir. Evdir, marketdir. Bu hissə 545-dir. Burada da göstərib. Evdən məktəbə qədər məsafə isə 870-dir. Evdən məktəbə qədər. Bu hissə isə 870-dir. Burada da göstərib. Deyir, evdən məktəbə qədər məsafə, yox, marketdən məktəbə qədər məsafə neçə metrdir? Bizdən buranı soruşur ki, bura neçə metrdir?
Şəklə baxanda əziz şagirdlər, diqqətlə görün ki, bu yolun ümumi uzunluğu 870-dir. Və bu 870-in 545-i buradadır. Burada nə qədər qalır? Tapmaq üçün nə edirik? Əlbəttə ki, 870-dən 545-i çıxırıq. 7-dən 1 onluq veririk 10, 10-dan 5 çıxanda 5. Burada qaldı 6-dan 4 çıxanda 2, 8-dən 5 çıxanda 3. Neçə oldu? 325 metr. Gəlirik 7-ci tapşırığımıza. 7-ci məsələmizi oxuyuruq. Bakı, Gəncə, Qazax qatarında 260 sərnişin var idi. Gəncədə qatardan 156 sərnişin düşdü və 88 nəfər mindi. Qatarda neçə sərnişin oldu? Deməli, qatarımızda 260 sərnişin var. Bundan 156 nəfər əvvəlcə düşür. Nə edirik? Düşüblər deyə təbii ki, çıxırıq. 0-dan 6 çıxmaq olmur. 6-dan 1 onluq veririk 10. 10-dan 6 çıxanda 4. Burada qaldı 5. 5-dən 5 çıxanda 0. 2-dən 1 çıxanda 1. Qatarımızda var indi 104 nəfər. Sonra isə 88 nəfər minir. Yəni bu 104 nəfərdən əlavə təzədən qatara 88 nəfər də minir. 4-ün üzərinə 8 gəlirik 12. 1 yadda 0-ın üzərinə 8 gələndə 8 edir. 1 yadda 9. Və 1-i də yazırıq 192. Deməli, neçə nəfər oldu? Qatarda 192 nəfər oldu. Gəlirik 8-ci məsələmizə. 2 ədədin fərqi 308-ə bərabərdir. Azalan 640 ədədindən 28 vahid kiçikdir. Çıxılan neçəyə bərabərdir? Deməli, əziz şagirdlər, bizim 2 dənə ədədimiz var. Gəlin bunu belə çəkək. Adətən mən öz şagirdlərim üçün belə göstərirəm. Yəni, bu azalandı, bu çıxılandı, bu da fərqdir. Fərqimiz 308-dir. Deməli, bizə azalanın 640-dan 28 vahid kiçik olduğunu deyir. Azalanımız budur təbii ki. Tapmaq üçün nə edirəm? 640-dan 28-i çıxıram. Deməli, 0-dan 8 çıxmaq olmur. 4-dən 1 onluq verirəm. 10-dan 8 çıxanda 2. Burada qaldı 3. 3-dən 2 çıxanda 1 və 6. Deməli, qatarımızda neçə nəfər var? 612 nəfər var. Üzr istəyirəm, əziz şagirdlər. Burada qatar şəklini gördüyümə görə elə bilirəm hələ bu məsələdəyik. Azalanımız 612-dir. Azalanımız 612-dir. Azalanımızı yazdıq yerinə. İndi bizdən nəyi soruşur? Çıxılanı soruşur. Deməli, biz çıxılanı tapmalıyıq. Və bizim çıxma əməlinə aid qaydalarımız var. Azalanı tapmaq üçün nə etmək lazımdır? Fərqi tapmaq üçün nə etmək lazımdır? Və çıxılanı tapmaq üçün nə etmək lazımdır? Və bu qaydalarımızı biliriksə, təbii ki, bu bizə asan olacaq. Çıxılanı tapmaq üçün azalandan fərqi çıxmaq lazımdır. Azalanımız 612-dir. Fərqimiz də 308 olduğuna görə azalandan fərqi nə edirik? Çıxırıq. 2-dən 8 çıxmaq olmur. 1-dən 1 onluq veririk. 12-dən 8 çıxanda 4. Burada qaldı 0. 0-dan 0 çıxanda 0 edir. 6-dan 3 çıxanda 3. Cavabımız oldu neçə? 304. Yəni bizim çıxılanımız neçədir, əziz şagirdlər? 304-dür. Gəldik 9-cu məsələyə. Səhifə 38-də 9-cu məsələyə. Deməli, səhər marketə cəmi 390 kiloqram meyvə və tərəvəz gətirdilər. Bunlardan 125 kiloqramı meyvə, qalanı isə tərəvəz idi. Yəni 390 kiloqramdan 125-i meyvədir, qalanı da tərəvəzdir. Gün ərzində 47 kiloqram tərəvəz satıldı. Günün sonunda marketdə neçə kiloqram tərəvəz qaldı? Təbii ki, biz bunu tapmaq üçün əvvəlcə biz bilməliyik ki, marketdə nə qədər tərəvəz var idi. Bunu da tapmaq üçün 390-dan meyvələrin çəkisini çıxıram. Nə qədər meyvəmiz var? 125 kiloqram. Deməli, 0-dan 5 çıxmaq olmur. 9-dan 1 onluq verirəm. 10-dan 5 çıxanda 5. Burada qaldı 8. 8-dən 2 çıxanda 6. 3-dən də 1 çıxanda 2.
Deməli bizim 265 kiloqram tərəvəzimiz var. Və bundan da 47 kiloqramını satdılar. Nə edirik? 265-dən çıxırıq 47-ni. 5-dən 7 çıxmaq olmur. 6-dan 1 onluq verirəm. 15-dən 7 çıxanda 8. Burada qaldı 5. 5-dən də 4-ü çıxanda 1 və 2-ni də düşürürəm. 218 kiloqram tərəvəzimiz qalıb. Belə əziz şagirdlər, növbəti səhifələrin izahında görüşərik. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun, hələlik.